kimi də Orlando Faycesin bir kitabı var. Rusiyanın mədəniyyət tarixi belə deyək də. Və orada elə bu şey alt başlıqdır. Nataşanın rəqsi. Nataşanın rəqsidir adı, bəli. Və şeydir, orada elə bu dixotomiyanı qoyur ki, Peterburq mərkəzli Avropa düşüncəli insanlar, fransız dili bilənlər Moskva düşüncəsinə qarşı mübarizə aparır və bütün yazıçılar da o konfliktdə başı qarışmışdı. Orada da Hərb və Sülhdən misal verir ki, demək ki, Nataşa Rostova içəri daxil olur qonaqların yanında. Bu həmin Nataşa fransız dilini bilən aristokrat ailəsindən doğulub və birdən niyəsə o şən məclisi görüb, birdən rus rəqsi ifa eləməyə başlayır. Şeydir ki, Nataşanın cismində əslində iki ziddiyyət var artıq. Həm şərqlilik, həm qərblilik. Rusiyada qərar verə bilmədi ki, o aristokrat Avropalıdırmı, yoxsa ki, çölə bağlı olan bir şərqlidirmi? Rusiyanın timsalında bunu görmək olar ki, onlar da kompleks içindədirlər.